Salam dostlar. Axırki işlerim bitti. Güllerimi seçdiklərim hamısını seçdim, ayırdım, açdım. Bu da canlanacaq. Bu yaxşıdır, ölməyib. Bu gülümü çox sevirəm. Hara əksən bitir və çox qəşəng gülləri olur. Qardaşlar, dediyim kimi qələmədən yeni əkmişəm. Güllərimi qənətlərindən qırıb əkmişəm. İnşallah tutacaqlar. Rəngbərəng güllərdir. Bu güllərimi yeni almışam, göstərmişdim sizə. Bunların çox gözəl iyisi var. Bax, odur, budur. Çox gözəl iyisi var. Bax, iyisi bura kimi vurdu, çox qəşəng. Buradaşlar budamışam, yenidən canlansın deyə. İşlərimi bitirdim. Tezdən inansız çöldəyəm. Yuxarıdan yeni o tərəfdən güllər asmışam. Dediyim kimi güllərimi yenidən qulluqlar suladım hamısını qəşəng. Axır ki bütün işlərim bitdi. Hamısı tumurcuqdadır güllərimin. Yenidən yaza hazırlamışam, budamışam bunların hamısını dediyim kimi. Yenidən yaza canlansınlar deyə. Güllərim. Baxın, qızıl güllərim maşallah çox gözəldir. İnşallah gözəl güllər açarlar. O tərəfdə də var güllərim. Belə. Baxın, sukulentlərim elə bir budur dostlar. Bir budur, bir də başqa cür növlü. Bunlar da sukulent sayılır da mən bilən. Baxın, bir bitodan kökləri var amma əkmişəm. Sukulent çox gözəl, başqa türlərini istəyirəm alan, başqa növlərin. Qarşıma çıxmır. Hara gedirəm çıxmır qarşıma. Burada da ıspanaqla biraz da cəfəri səpmişdim. Ispanaqlar çıxıb, cəfərlə hələ çıxmayıb. Çünki ıspanaqlarım qutardı. İşlətdim, qutardı, amma cəfərlərim var burada, dağ kiçnişlərim var. Baxın, bunlar kək oturlarımdır. Baxın, burada da var qalıqlar gələrin altında. Baxın, bu biberiyəmdir, görürsünüz də. Çox gözəl isə buradakı qızıl gülüm. Çox gözəl böyüsün maşallah gülümə. Hamısı qəşəng olacaq. Nanələrim coşur. Keşnişlərim böyüyüb. Baxın, necə gözəldir. Baxın. O tərəfdə şüyütlərim çox idi. İşlətdim, nə bilim şey oldu. İndi təzədən çıxır şüyütlərim. Şüyütlərim. Bura dediyim kimi iştiləkəcəm. Çiyələkləri. Burada qışdan əkdiyim sarımsaq soğanları idi dostlar. Bunları başlarını qırıb işlətdim. Özdən başqa qabdaydı. Köklərini buraya əkdim də. İnşallah tutar, bitər. Çiyələklərim var burada. Güllərimi dediyim kimi yenidən hamısını qablara əkmişəm. Orada qızıl güllərim var. Papatyalarım var. Tələm-tələsik çəkirəm. Güllərimin hamısını suladım. Baxın, qapını yeri qoydum. Bura balaca qapıdır. Əslində burada hinim vardı, görmüşdünüz, dovşanlar üçün düzəltmişdim. Çox qəşəng idi də. Yəni onu sökdüm. Amma inanırsınız, o qədər yəni pis oldum onu sökməkdə. Keşke bax bu hini sökə bilsəydim. Çünki bu ağırdı. Elə düzəltmişəm ki, yəni özüm düzəltmişəm. Amma çox çətin olacaq sökmək. Yəni daha yorulmuşam da özümü o qədər çətinə salmaq istəmədim. Zaryadkam bitir. Ona görə məcbur qaldım, onu söktüm ki, buralar açılsın. Bunu sökə bilsəydim, onu bax bunun yerinə qoyacaqdım. O çox gözəl idi də. Yəni onu taxtalar almışdım. Çox gözəl, əsl usta kimi düzəltmişdim. Qəşəng bax qapı düzəltmişdim. Nə bilim içindən pilləkənlər, dovşanı bağlamaq üçün yuxarıdan yuva düzəltmişdim. İstəsən toyuq saxla, istəsən dovşan, çox gözəl bir yuva idi də. Yəni məcbur sökdüm onu da. Fikirləş. Axşam səhərə qədər inansız yatmamışam, onu fikirləşirəm. Söküm. Axır ki, nəsə sökdüm. Day qapını da baxın belə sökmüşəm. Taxdım bura qapını da. Petlələri vardı, onsuz da üstündə baxın petlərdən taxdım. Burada mənim bir petləli qapım yox idi. Balaca qapıdır, düzdür. Baxın, bunu da belləmişəm belə. Görürsünüz necə qəşəng. Dəli güllərim. Güllərdən seçdim, oraya yığdım. Qəşəng hamısını suladım. Heyvə ağacım çiçək açmağa hazırlaşır. Çiçəkləri gəlir.
Bu gülümü buradan asmışam gözəlime. Orada papatyalar var. Payız papatyalarıdır. Yaz yox. Payız papatyaları əkmişəm ki, oradan gözəl rəngbərəng olsunlar. Bura toxumlar əkmişəm yerə, o qırağa şey qarğudalı falan əkmişəm. Bir də boranı əkmişəm yerə. Düzü boran gördüyünüz kimi yemirəm. Amma bəlkə özüm əkdiyimi yedim. Onu yoxlayacağam inşallah. Bitərsə, burada boran əmələ gələrsə, özüm əkdiyimi yeyəcəm. Çünki boranı nədənsə bitizdirmək, onu əkmək, onun böyüdüyünü görmək, payızda onun irildiyini görüb onu qırmaq mənə necə çox xoşdur da. Yəni nəsə mənə belə əsl kənd havasını yaradır. Güllərdən də bura qoymuşam. Buralardakı güllər görürsüz, düzmüşəm. Belə bunları baxın təzə əkdim. Bunlar sarı-sarı çox qəşəng açır, sürətlə yayılır deyə bunlardan əkdim. Baxın deyə bu güllər. Bunların içinə çox qəşəng görünürlər. Bu da xalça gülüdür. Əgər yaxşı alınmasa yenə də başqa nə bilim bir qəşəng güllər əkəcəm. Buradakıları görürsüz. Bax burada aloe vera falan bunların hamısı ya atacağım getsin. Daha yer yoxdur aloe veradan. Hər yer aloe veradır. Balaca olsa sürətlə böyüyürlər. Ya da ki hələ ki durub bir topasın bir qaba əkəcəmmi, nə bilim bilmirəm. Hələ ki qablar da cırıq-cırıq olub. Toxumlar əkdim dostlar. Bura şüyd əkdim. Deyəsən burada şüyd əkmişəm. Keşnişlə ıspanaq əkmişəm. İndi torpaq əliyib biraz üstlərinə tökməliyəm. Çünki çöldə qalan şeylər var. Çünki bax orada dağ kişnişim var. Çünki ora dediyim kimi vaxt ötəcək. Ora şitiləkəcəm. Burada heç olmasa göyərti əlimdə işlədim onları yığım deyə. Oradan biraz da torpaq əliyib gətirib tökəcəm bunların üstünə. Nəyinə əliyəcəm heç bilmirəm. Bildim nəyinə əliyəcəm. Hə, əliyə bilərəm bəlkə də onunla belə setka olur, setka. Nəsə yığmaq üçün baxın burada var. Mənim görünür ya yox deyil. Bax, hə, bax o setka ilə yoxlamışam. Ondan qəşəng əlləmək olur. Ondan biraz əliyib bunların üçün tökməliyəm. Belə bitdi. Bu qədər dostlar. Ağaçlar çiçək açanda, yarpaqlayanda hər şey çox daha gözəl olacaq. İnanıram. Bax balaca həyətimi cənnətə yenə çevirəcəm. Əvvəl çox gözəl idi. Dediyim kimi yenidən məncə coşacaq. Hər şey yenidən gözəlləşəcək. Hər yeri qızıl güllərlə eləyəcəm. Baxın bura əkdim. Gördünüz qızıl gülləri. İnşallah bitər. Oradan belə bu hissəyə belə sarmaşsın istəyirəm. Qəşəng olsun. Bunları da belə bura qoymuşam. Qızım hərdən gəlib burada oynayır. Yəni buranı biraz süpürmüşəm, yumuşam. Biraz belə şey qalıb amma da yoruldum da. Ancaq quruyanda süpürərəm. Belə mən zəif səslə danışıram. Bilmirəm indi səsim eşidilir ya yox. Belə işlər dostlar. Belə işlər. Bağlayanda maraqlı görünür. Toyuq, cücələrim var bilirsiniz. Toyuq hələ toyuqları mama gildədir. Mamam deyir toyuqlar xəstələnib. Ayağı tüklü toyuğum. Bir də bir neçə toyuğum xəstələnib kəsib. Yəni mən burada qışı bilirsiniz də onları necə saxladım. İşıq taxmışdım yerlərinə. Nə bilim necə zülmdən qəşəng onları saxlamışdım. Heç bir xəstələnməmişdi. Amma ora gedən kimi 2 gün üçün xəstələndilər. Yerlərini dəyişdilər. Bir də ki havalar yağışdı, biraz soyuqlu keçdi. İstər-istəməz təsir oldu yəqin ki, bilmirəm. Nəysə hələ ki yəni toyuqdur. Heç bir şey gətirmək istəmirəm. Hələ ki heç bir şey. Çünki buralara toxumlar əkəcəm, fitillər əkəcəm dediyim kimi. Biraz da belə həvəsimi öldürüm. Hərdən bir həvəsə düşürəm. Gələcəkdə əlbəttə ki gətirəcəm. Toyuqlarımı da gətirəcəm. Ondan sonra burada cücələrim var. Cücələrimi tökəcəm burada gəlsinlər. Nə bilim baxıram hələ bilmirəm. İnansı yer yox deyə yer yoxdur. Əlavə bir bağ üçün iri həyətim ola, başqa bir tərəfdən bağ eləyərəm. Yəni orada əkin əkərəm. Bir tərəfdən toyuqları, bir tərəfdən ördəklərin ayrıca yerləri ola. Yəni geniş həyətim ola, yoxdur. Hər tərəfə gah gül eləmək istəyirəm, ya əkin əkmək istəyirəm, ya toyuqca saxlamaq istəyirəm. Bilmirəm hansını çatdırım. Yəni belə əlimdən gələni elədim. İndi qaldı hər şeyin günəşin sayəsində canlanıb böyüməyə və mən də hərdən gübrəli su, dərmanlı su, nə bilim
Nəsə bir şeylər eləyərəm ki, hər şey gözəlləşər, daha da qəşəng olar. İnşallah ki, hər şey gözəl olacaq. Əsas can sağlığı, əsəblərimiz sakit olsun, bizi əsəbləşdirən olmasın. Hər şey gözəl olsun. İnşallah. Güllərimi bəyənməyənlər var deyəsən, yorumda kimsə yazıb ki, qəşəng gülləriniz yoxdur. Yəni əlimdən gələni eləyirəm. Mən gülü sevirəm, düzdür. Birdən baxırsan ki, yayda istilərə düşür, halım olmur, heç birinə baxa bilmirəm. Nə bilim, bəziləri susuzluqdan qoruyur, çünki o qədər isti olur, istiyə dözə bilmirəm. Həqiqətən çölə istiyə çıxa bilmirəm. Birdən baxırsan ki, nə bilim, gördüyünüzdə qışda necə hamısın, gülləri yığmağa yer tapmadım, öldülər. İndi bu qışı yəni elə səhvlər eləməməyə çalışacağam. Yəni bir də güllərimi itirmək istəmirəm. Düzü sevdiyim güllər ölmədi. Həqiqətən mən bilirdim, ona görə yığmadım, düzü desəm. Yəni köməşlərim, yəni köməşə nə deyirdilər bizdə? Köməşdə yəni bu güllər. Baxın bu güllərim soyuğa davamlıdır. Bura yığmışdım, yerdəydi, heç biri ölmədi. Yenə də bəzilərini götürdüm, qorunaqlı yerə biraz yığdım, amma yəni əsas güllərimi bilirəm ki, sevdiyim güllər şaxta vurmadı. Pul ağacıdır, o evdə də var. Ölən öldü, qalan qaldı, nəysə. Nə bilim, bir-iki güllər öldü də, yəni. Gördüyünüz kimi sevdiyim güllərimi yığmışdım evə və heç birinə heç bir şey olmadı. Yenidən inşallah hamısı canlanacaq, gözəlləşəcəklər. Güllərim açacaq, qızıl güllərim açacaq inşallah. Burada da olacaq qızıl güllərim. Ən çox buradakı super açır. Çox gözəl iyili pişirməkli qızıl güldür. Bax oradakı bu qızıl gülüm, bax bu da böyüyüydü. Bunu biraz budadım, balacalaşdı. Bunu da bura sarmaşdıracağam. Yəni əvvəl bu da çox gözəl pişirməkli qızıl güldür. Rəhləri fərqlidir. Bu elə bir biraz tünd açır, o açıq açır, açıq çəhraydı. O bu amma tündür bununki. Tünd bənövşəyi kimi açır. Amma yəni çox gözəl güllərdir. İnşallah hamısını səbirsizliklə açmağını gözləyirəm. Hələ mənim gilasım açacaq. Gilasın birlizdə, yəni bir o tərəfə gedən qənədini kəsdim. Niyə kəsdim dostlar? Çünki neçə ildir əkmişəm mən bu. Neçə ildir bu ağacları əkmişəm. Ürəyimcə meyvə vermir. 2-3 dənə meyvə gətirir. O biri tərəfə gedən qanadın düzdür, çiçək gözləri var idi, amma yəni çoxsu qurumuşdu, biraz zəif idi buna nisbətən. Onu kəsdim ki, bütün gücü buna versin. Burada daha yaxşı, necə deyim, meyvələrinə gücü versin də. İnşallah yaxşı olar, görək də. Almamı çox sevirəm, almam çox gözəl almadır. Fırnığım, xurmam çox gözəl xurmadır, iri-iri belə çox gözəl xurmadır. Yəni mən əvvəllər paylaşırdım, başqa səhifəm var idi, amma baxış olmur deyə paylaşmadım. Setkanı biraz düzəltdim. Setkan biraz belə əngüş-üngüşü idi. Səliqəli oldu məncə. İndi daha gözəl, daha gözümə səliqəli görünür hər şey. Daha qəşəng görünür. Heyvam çox qəşəng heyvadır. Yəni ağaclarım, meyvələrim sort meyvə. Neçə meyvə? 4 dənə meyvə ağacım var da. Bir dənə nar əkmişəm. Hə, o da mama verib, o da çox qəşəng nardır. İnşallah bitər. Buradan belə qalxar, nar olar, yeyərik. Narı buralara əkməm, çünki bura gün düşən yerim azdır. Görürsünüz də həyətim, yəni 4 tərəfli evdir. Ona görə ora kölgə düşən yerim olmasın da. Yəni meyvə ağaclarım var. Bəsdir bu qədər. Heyvan var, narım var. İnşallah narım da qəşəng bitər. Fırnığım dediyim kimi tökür dostlar, tökür. Mənim çox qəşəng iri-iri fırnıqdır. Keçən il çox qəşəng xeyli nələr yığdıq, işlətdik, yedik. Bu ili mən ondan yeyə bilmədim. Çünki keçən dediyim, yəni o bir ildə, yəni bu qışı yığa bilmədim mən. Qışda bu payızda fırnıqdan. Çünki tökdü. O qədər gətirmişdi. Ay Allah, dəhşət. Onun hamısı qalsaydı yığa bilirsən də. Yəni o sata da bilərdim. Hətta bəlkə də çox sort qəşəng bir fırnıq, xurma ağacıdır, amma biz fırnıq deyirik, xurma deyim. Amma yəni tökdü. Xəstələndim, nə oldu bilmirəm. Tökdü. Çox qənətlərini kəsdim. İndi o yuxarıdan qənətləri saxladım. İnşallah yenidən pöhr eləyər, yenidən gözəl meyvələr gətirər. Görək də, bilmirəm. Çox sağ olun, bugünlük bu qədər. Gedim evə, tezdən işləyirəm. Axırki işlərim bitdi. Güzel. Bura şitirlər əkəcəm. Belə işlərimin
çətini getdi. Sadəcə hərdən güllərimlə, toxumlarla belə məşğul olmaq qaldı. Vəssalam, sulayıb süpürmək qaldı. Hərdən. Pisa. Yəni qalan çətin işlərim bitdi tay.